Biz Uzaq Şəhər dizisinin çəkildiyi məkandayıq. Bax, həmin filmin çəkildiyi məkan buradır. Göstərə bilirsiniz? Bu gördüyünüz məkan var. Bütün bu ərazilər uzaq bir məsafədir. Mardindən, Midyata gəlirsiniz bura. Buradan da bir qədər aralıdır. Narlı köyü deyilən bir ərazidir. Yüksəklikdir. Bax, görürsünüz, karavanları, karvanları, maşınlarıdır. Aktyorlar orada, texniki heyət burada. Çox böyük bir heyət çalışır. Böyük bir ərazidir və yenə deyirəm, xüsusi mühafizədir. Aşağıda jandarma qoruyur, silahlı, yuxarıya da keçid məhduddur. Yəni, hətta deyir ki, gün ərzində 5000 deyir maşın gəlirdi. Biz artıq dizini həyata keçirə bilmirdik, çəkə bilmirdik. Ona görə məcbur olub, bax belə məhdudlaşdırıblar və gəliş, gediş demək olar ki, qadağandır. Yəni, bura daxil olmaq üçün xüsusi icazə lazım olur. Bura sizi yəqin dizini izləyənlər, serial izləyənlər görər. Bura çalışma odası. Filmdə izlədiyiniz o hissə var, yanan qapı hissəsi. Bax, ora buradır.